Axşamınız xeyir olsun yoldaşlar. Demək yoldaşlar, belə bir mövzu haqqında mən danışmaq istəyirəm və bu mövzunu biraz video uzun çəkə bilər. Mən bu mövzunu incələmək istəyirəm. Deməli, təhlükə analiz planı. Biz bir neçə videolarımızda zaten bu təhlükələr haqqında çox geniş şəkildə danışmışıq və lazımi məlumatları sizin diqqətinizə çatdırmışıq. İndi təhlükə analiz planı nə olan bir şeydir ümumiyyətlə? Biz təhlükələrimizi tanıdıqdan sonra, onları təhlil etdikdən sonra biz nə etməliyik? Onları analiz etməliyik. Yəni daha doğrusu axtarıb, tapıb, yəni sonra onu biz təhlil etməliyik, yəni analiz etməliyik. Yəni bu bundan da yekunlaşmır da. Biz təhlükələrimizi tanımağımızdan bu yekunlaşmır. Biz bunu təhlil edib, analiz edib idarə etməliyik, yəni bu təhlükələrimizi. O nöqteyi nəzərdən də deməli belə bir termin var bizdə, təhlükə analiz planı. Təhlükə analiz planında biz nə edəcəyik? Mən bunu çox asan bir formada, anlayışlı bir şəkildə və praktik olaraq izah etməyə çalışacağam. Deməli, biz 3 dənə hissədən, yəni bunu biz 3 hissəyə böləcəyik. 3 dənə hissəyə böləcəyik və o 3 hissədə biz bunu təhlil edəcəyik. Birincisi nədir? Bax, birincisi. Burada bizim təhlükələrimizin təhlilidir. Yəni, təhlükələrin təhlili deyəndə nə nəzərdə tutulur? Təhlükələrin nəsə təhlili, bunu belə formada yazaq, çox belə səliqəsiz düşsə də. Təhlükələrin təhlili dedikdə əsas odur ki, biz bildik ki, 3 qrupda təhlil edəcəyik. Birincisi təhlükələrin təhlilidir. Yəni, biz təhlükələrimizi aramalıyıq, axtarmalıyıq, tapmalıyıq və onları təhlil etməliyik. Hansı formada təhlil edəcəyik və bəs onun üzərində bir qədər danışaq. Bizim bu məsələlər ümumiyyətlə öyrənilir HASP standartında, HASP sistemində. HASP-da da addımlar var, bildiyiniz kimi. HASP-ın 4-cü addımı var, orada deyir ki, sən iş axış diaqramlarını qur, yarat, yəni. Flowchartları. Hər bir prosesin, hər bir işin mütləq şəkildə başlanğıc və son nöqtəsi, yəni onun flowchartı olmalıdır. O flowchartı təhlükə təhlil analiz planında, yəni təhlükə təhlilində bizə lazım olacaq ən belə deyək də, lazım bir sənəd. Flowchart. Biz o flowchartları qoyacaq qarşımıza. O ki, flowchartlarda neçə dənə mərhələ var? 5 dənə, 10 dənə, 20 dənə, misal atıram, keksin istehsalıdır və keksin istehsalında bizim 8 dənə, 9 dənə, 10 dənə mərhələmiz var. Bundan keksin xam malından tutmuş, hazır məhsulunun, əldə olunan hazır məhsula qədər olan bütün mərhələlərin ardıcılı şəkildə 8 dənədir. Biz hər bir o mərhələnin, məsələn, xam malı qəbul mərhələsi, xəmirin hazırlanması mərhələsi, xəmirin yoğurulması mərhələsi, xəmirin belə deyək də, xəttə verilməsi, yəni sobaya girməsi mərhələsi, sonra bişirilmə mərhələsi, soba mərhələsi, ondan sonra soyutma mərhələsi, yəni bütün bunların hər birində biz o təhlükə təhlilimizi aparacaq. Yəni, hər mərhələnin qabağına bizim 7 təhlükəmiz var idi də, öyrənmişdik standartlara görə. O 7 təhlükəni hər bir o mərhələnin qarşısına yazacaq və bu mərhələdə bu təhlükələrin hansı var, hansı yoxdur, bunu plus-minus yazıq. Yəqin ki, mən sizə bir xəyal yarada bildim. Plus yazıq, minus yazıq. Yəni, minus o demək ki, burada bizim o təhlükəmiz yoxdur. Məsələn, atıram, xam mal qəbulunda hansı təhlükələr ola bilər? Mikrobioloji təhlükələri ola bilər, plus qoyacaq. Kimyəvidir ola bilər, plus qoyacaq. Fizikidir ola bilər, plus qoyacaq. Sonra sabotajdır, ola bilər, plus qoyacaq. Allergendir, ola bilər, plus qoyacaq. Yəni, bütün bunların hər birini plusladıq. Hansı da yoxdursa, minus qoyacaq. Bu da okey. Bütün mərhələlər üzrə ayrı-ayrılıqda bunu bu formada başa vuracaq. Bu oldu bizim təhlükələrimizin təhlili. Birinci daha doğrusu qrup. İkinci qrup nədir? Baxın, bu 3 qrupu bir yerdə bizim təhlükə analizimiz olacaq. İkinci nədir? İkinci qrupda yer alır həmən bu təhlükələrin risklərinin qiymətləndirilməsi. Baxın, standartların da sonuncu revizyonunda artıq risk təməlli düşüncə, yəni çox ciddi bir, belə deyək də,
məqamdadır, qüvvədədir yəni. İlkin belə də prosesdə mərhələdir. Riskləri dəyərləndirmək. Biz bu təhlükələrin bizə vuracaq şiddətlərini qiymətləndirməliyik. Yəni, bu təhlükələr baş verərsə, yəni bu mərhələlərdə bu problemlər baş verərsə, bizim bu təhlil etdiyimiz, aşkar etdiyimiz təhlükələrimiz baş verərsə, bizə nə kimi sıxıntı yaradacaqdır, nə kimi təsir göstərəcəkdir və yaxud da ki, bu təhlükələr nə qədər müddətdən bir ortaya çıxa bilər, ehtimal vardır. Yəni, risk bildiyimiz kimi də riyazi bir formulda var ki, ehtimalla şiddətin hasilinə bərabərdir, yəni çarpışmasına bərabərdir, yəni birləşməsinə bərabərdir. Həmən ehtimalı və şiddətini tapırıq, daha sonra onu biz cədvəl formasında, indi mən bu məsələlərə çox detallı şəkildə girməyəcəm, yəqin ki, məlumatınız var, yəni matris falan barəsində. Orada biz riskimizin reytingini tapırıq ki, bişirmə, yəni sobada bizim aşkar etdiyimiz, təhlil zamanı, yəni aşkar etdiyimiz mikrobioloji təhlükənin, əgər bu təhlükə baş verə bilərsə, bizə bu təhlükənin vuracağı ziyan, zərər bu olacaqdır, yəni şirkət olaraq. Və hansı ehtimalda, aralıqda, intensivlikdə bu təhlükə baş verə bilər. Baxın, bunları dəyərləndirəcəyik. Bu da bizim ikinci qrupumuz oldu. Demə, birinci qrupumuzda sadəcə və sadəcə təhlükələri dəyərləndiririk. İkinci qrupda təhlil etdik də daha doğrusu. İkinci qrupda biz neynədik? Risklərimizi qiymətləndirdik, reytingini tapdıq. Gəldi üçüncü qrup. Üçüncü qrup bir qədər uzun çəkə biləcək. Çünki üçüncü qrupda artıq biz bu təhlükələrin hansı qrupa aid olduğunu təhlil etməliyik. Bəs bu qrup nədir? Yoldaşlar, standartlarda belə bir anlayış var. Bu təhlükələri, təhlükə eyni təhlükədir, yəni 7 təhlükədir. Yaranma mənbəsinə görə qruplara bölünür. Birinci qrup nədir? İlkin şərt proqramları qrupu. Bu qrupa aid olan mənbələr ortaq mənbələrdir. Bəs ortaq mənbələr nədir? Yəni, buradan yaranan təhlükələr, yəni bu mənbələr bütün qida sektorunda vardır, mövcuddur. Ətdə də, süddə də, keksdə də, ruletdə də, nə bilim, iaşədə də və s. Misal çəkirəm. Pest kontroldan gələn problem. Tutaq ki, pest kontrol bizdə zərər vericilərdir də. Bunlardan nə yaranır? Fiziki təhlükədə yarana bilir, kimyəvi təhlükədə yarana bilir, mikrobioloji, bioloji təhlükədə yarana bilir. Baxın, bu pest kontrol bildiyimiz qədərilə bütün fabriklərdə mövcuddur, aparılır bu işlər. Düzdür, yəni ortaqdır. İkinci mənbə nə ola bilər? Sanitar və gigiyeniya qaydaları. Bütün fabriklərdə sanitar və gigiyeniya işləri aparılır. O qida sektoru yoxdur, təmizlik olmaz. Üçüncü nə ola bilər? Personal. Personalsız mən hər hansısa bir hələ ki sektoru təsəvvür edə bilmirəm. Personaldan yaranan bu təhlükələr artıq ortaq və yaxud da ki, baxımdan, texniki baxışdan, avadanlıqlardan və s. və başqa. Bu getdi bizim ilkin şərt proqramlar qrupu. İlkin şərt proqramlar qrupu qeyd etdiyim kimi ortaq təhlükələr qrupu. İkinci qrupumuz bizim fəaliyyətdə ilkin şərt proqramlar, yəni nəzarət nöqtələri qrupu. Baxın, bu qrupa aid olacaq mənbələr hansı mənbələrdir? Nəzarət nöqtəsi qrupu. Geri dönüşü ola bilən təhlükələr. Geri dönüşü. Yəni, sən bu təhlükəni bir sonraki prosesdə qarşılaya bilirsən. Heç bir sıxıntısı olmur. Misal olaraq deyirəm, süd məhsulu istehsalında südün qəbulu zamanı mikrobioloji təhlükə. Nə bilim, kənarlaşma belə deyək. Sən artıq burada, yəni bir texnoloq və yaxud da ki, istehsalçı burada qərar qəbul edir ki, baxmayaraq ki, mənim tutaq ki, toplam bakteriyanın sayı və yaxud da ki, hər hansısa bir digər zərər verici bakteriyanın miqdarı nisbətən yuxarıdır. Amma mən bu südü müxtəlif irəlik zamanda istilik proseslərindən keçirəcəm, yəni pasterizasiyadan keçirəcəm, sterilizasiyadan keçirəcəm və yaxud da bu UHT süddürsə, yəni yüksək pasterizator. Bunu mən tamamilə burada qarşılayacam. Deməli, mən
südün qəbulu zamanı aşkar etdiyim, yəni o təhlildə, birinci təhlil edək, birinci qrup, aşkar etdiyim mikrobioloji, bioloji, yəni təhlükəmi mənim oldu nəzarət nöqtəsi təhlükəm. Yəni bunun geri dönüşü oldu, qarşılaya bildik. Üçüncü qrup isə kritik nəzarət nöqtələri qrupu. Kritik nəzarət anlayışı ümumiyyətlə özü geniş bir anlayışdır. Bunun haqqında da mən bir qədər geniş bir video çəkməyi düşünürəm. Amma mən sadəcə burada bir istiqamətdə gedəcəm və bu qruplar da əsas bizim burada mövzumuz, yəni. Kritik nəzarət nöqtəsində isə geri dönüşü olmayan mənbələr, geri dönüşü olmayan. Yəni, məsələn, bayaq mən sözü çəkdiyim misalı. Axı, mən o proseslərdə təhlükə təhlil aparmışdım. Eynilə də o təhlükənin təhlilini mən aparmışdım UHT idi. Axırıncı prosesimiz Atran ki, UHT-dir və yaxud da ki, pasterizatordur. Mən o pasterizatorda da eyni prosesi həyata keçirmişdim. Yəni, oradakı təhlükələri təhlil etmişdim. İndi baxın, sonuncu bizim bioloji məsələ ilə bağlı, sonuncu ki, prosesimiz bizim nədir? Yəni, onu qarşılayacaq, onu lazımı normalara, yəni limitlərin daxilinə gətirəcək, salacaq prosesimiz hansıdır? Həmən bu pasterizator və yaxud da UHT. Hə, deməli, əgər bu bizim sonuncu prosesimizdə, yəni bundan sonra hər hansısa bir prosesimiz yoxdursa ki, bu təhlükəni qarşılasın, axırıncı buradır, bunun geri dönüşü yoxdur artıq, birbaşa buradan müştərinin qarşısına çıxır. Bura bizim kritik nəzarət nöqtəmiz və eləcə də buradakı təhlükələrimiz də bizim kritik nəzarət qrupuna daxil təhlükələrimiz olacaqdır. Sonuncu yerimiz də bizim həmən bu təhlükə analiz planının sonuncu mərhələsi də bu qruplardır. Yəni, 3 dənə qrupu oldu. Mən bu indi biraz burada qeyd apara bilmədim. Düşünmüşdüm aparacam, amma düşünürəm ki, bu şəkildə də məlumat çox kifayət eləyəcək sizə. Hə. Təhlükə analiz planını, yəni təhlükə təhlil planı və yaxud da deyə bilərik. Bu sənədi biz, indi bunun sənəd forması da var məndə. Bunun sənədin üzərində də bir dəfə, yəni bunu daha, yəni belə deyək də, görsəl formada mən sizə izah eləyərəm qısa bir vaxtda. Əsas bunun məntiqini anlamağımız lazımdır ki, burada bizim 3 qrupumuz var, yəni 3 hissəmiz var sənədin. Birinci hissə, ikinci hissə, üçüncü hissə. Birinci hissəsinə təhlükələri təhlil edirik, ikinci hissədə biz risklərimizi qiymətləndiririk, üçüncü hissədə isə həmən bu təhlükələrimizi, aşkar etdiyimiz təhlükələrimizi öz müvafiq qruplarına daxil edirik və yazırıq. Yəni, bu apardığımız prosesi sənəd üzərinə tökəndə, harasa qeyd eləyəndə artıq oldu bizim bu təhlükə analiz planı. Ümid edirəm ki, məlumatlar sizin üçün dəyərli olacaqdır, yəni faydalı olacaqdır.